Bakıdan Sumqayıta dəmir yol xətti çəkilir. Amma bu 1993-cü ildən burada məskunlaşan məcburi köçkünlərin ürəyincə deyil. Onlar məskunlaşdıqları ərazidə yaşaya bilməyəcəklərindən narahatdılar. Getməyə isə yerləri yoxdur. Cəbrayılda məcburi köçkün kimi bura gələn Əsəd bəy deyir ki, dəmir yol xətti evləri üçün təhlükəlidir. Mən deyirəm ki, bunu qoyma. Mən də buradan kanalizasiya turbası basmışam oraya. İndi o hər gün də gətirib bura qoyanda, mən buradan qazamaq kimi, mən hara çıxım, görüm, olmaz axı, belə şey olmaz axı. Belə hökumətçi olmaz axı, belə divanlı olmaz axı. Yoldaşım da orada xəstə içərdə yıxılıb əlləri ilə gedir. Valla. Buna bir çara qılsınlar da, hökumət var bunu eləsin. Biz ya kötüsün çıxaq gedək, ya pulumuzu versin, gedək bir yerdən bir ev alaq, keçsəm atır. Kamera önündə danışmaq istəməyən dəmir yolu işçisi deyir ki, dövlət proqramı əsasında Bakıdan Sumqayıta sürət qatarı çəkilir. Buna görə də vətəndaşların təhlükəsizliyi üçün dəmir yol xətti ilə evlər arasına 3 metrlik hasar çəkiləcək. Sakinlər isə hasarın problemlərinə çarə olmadığını deyirlər. Buradan çəkirlər. Bizim də uşaqlar oynaya bilmir burada. Biz də deyir ki, bizi buradan köçürdün, sonra dəmir yolunun zaborun qoyun. 3-4 metrik zabor qoyurlar. Onda razılaşmır heç kim. Polislər yığdılar, töydülər bura, biz də yığıldıq ötdük qıraqda. Əhliman bəy də 22 ildir burada yaşayır. O, burada yaşamağın çətinliyindən danışır. Bura, bax, görsən necə patlayıb, burada qatar gedəndə, bax, ola bilər ki... Bax, xanım, dəfə dibləri görsün, bax, uçur da, bir evim uçur. Yəni, mənim şikayətim odur ki, hər yer köçürdürsən, mənə ev versin. Qatar gəlib keçəndə, mənə dərs oxuyanda, mənə mane olur. Məktəbəcə gedəndə müəllimə 3 verir. Sakinlər ev, yol, dəmir yolçular isə işlərini görmək istəyirlər. Onlar yerli icra strukturları sakinlərin şikayəti ilə maraqlanmalıdır. Dəmir yol nə qaçqın kondur, nə də icra hakimiyyəti deyirlər. Qaçqınlar və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sözçüsü Elçin Qədimov isə Meydan TV bu məsələnin gündəmdə olmadığını dedi. O bildirdi ki, balanslarında boş mənzil yoxdur.